Bəzi hədislərdə ayın yerdə qalan günlərindən istifadə etmək haqqında dəlillər gəlmişdir. Necə ki, İbn Abbas radiyallahu anhumədən gəlir və buyurur ki, İltəmisuhə fil əşril əvaxir min Ramazan Leylətəl Qadr. Qədir gecəsini Ramazanın son 10 gecəsində axtarın. Və son 9 gecədə və son 7 gecədə, son 5 gecədə axtarın. Və Əbu Məsud radiyallahu anhudan gəlir ki, Qədir gecəsini 9, 7 və 5-də axtarın. Yəni, son 9 gecədə, son 7 gecədə və son 5 gecədə axtarın. Və Abu Said radiyallahu anhu özü buna izah verərək buyurmuşdur ki, İzə madat vahidətun və işrun fəlləti təlihə tinteyn və işrin hiyyət təsiyə. Yəni, burada açıq aydın Əbu Said Əl-Xudr radiyallahu anhu izah verərək deyir ki, 21-ci gecə keçdikdən sonra 22-ci gecə gəlir və 22-ci gecədən ayın axırına qədər olan gecələr son 9 gecə adlanır. Son 9 gecə adlanır. Və həmçinin sonra buyurur ki, 23-cü gecə keçdikdən sonra 24-cü gecədən başlayaraq son 7 gecə adlanır. Və həmçinin fəidə məda 25 artıq 25-ci gecə keçdikdən sonra son 5 gecə adlanır. Ona görə bu hədisə əsasən onu bildirir ki, hətta Qədir gecəsi cüt gecələrdə də ola bilər. Deməli, hədisdə keçir ki, son 9 gecədə axtarın. Son 9 gecədə. Əgər 22-nin ikisindən saysaq, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. 9 gecə edir. Deməli, cüt gecədən başlayaraq. Cüt gecədən başlayaraq. Və həmçinin İbn Teymiyyə rahimehullah da buna izah verərək deyir ki, Əl-vitr yəkunu bi'tibaril madi fətutlabu lileylətil 21. Yəni, bundan əvvəl keçən gecələrə görə tək gecə 21-ci gecə olur, 23-cü gecə, 25-ci, 27, 29. Amma yerdə qalan günlərdə isə artıq cüt günlərdə olur. Yerdə qalan gecələr, yəni son 9 gecə deyildiyi zaman artıq cüt gecədən başlanır və onların hər birində də ola bilir. Və ona görə də insan bunların hər birindən istifadə etməlidir. Cüt gecələrdən də istifadə etməlidir və tək gecələrdən də istifadə etməlidir. Artıq, yəni bu hədisdən ortaya çıxır ki, Qədir gecəsi cüt gecələrdə də ola bilir. Deməli, əgər ay 29-dan olarsa, 21, 23, 25, 27 belə olur. Əgər yox 30-dan olarsa, onda yerdə qalan günlər onda cüt günlərə düşür, cüt gecələrə düşür. Deməli, bu hədisləri cəm edərkən ortaya çıxır ki, Qədir gecəsi hətta cüt gecələrdə də ola bilir və buna görə də müsəlman, mümin son 10 gecənin hər bir gecəsindən istifadə etməlidir.
Çünki hədisdə necə gəlir? Son 7 gündən, yerdə qalan son 7 gündən istifadə edin. Yerdə qalan son 7 gündən istifadə edin. Əgər ay 30-dandırsa, onda son 7 gün 24-cü gecədən başlayır. 24, 25, 26, 27, 28, 29, 30. Yəni son 7 gecə 24-cü gecəyə düşür. Yəni 24-cü gecədən başlayır. Yox, əgər Ramazan 29-dan olarsa, onda son 7 gecədən istifadə edin deyiləndə, onda 23-cü gecədən başlayır. Deməli, onun bilinmədiyi üçün ay neçədən olacaq, 29-dan yoxsa 30-dan, ona görə hər bir gecədən də istifadə olunmalıdır. Allah Teala Qədir gecəsini gizlətmişdir. Yəni bu ümmətə bildirməmişdir ki, müsəlmanlar yəni son gecələrin hamısından istifadə etsinlər və salih əməllərdə bir-birləri ilə ötüşsünlər və o gecəyə çatmaq ümidi ilə. Necə ki, Allah Teala əzəmətli adını gizli saxlamışdır və həmçinin ibadətlərdə olan rizasını gizli saxlamışdır ki, insanlar hamısından istifadə etsin və həmçinin günahlarda da qəzəbini bütün günahlardan çəkinsinlər deyə. Və həmçinin də Qədir gecəsini də gizli saxlamışdır ki, ibadətlərin hamısından insanlar istifadə etsinlər.